İndi burada bir isbatlar sütun yenə gəlir. Diqqətli olun. Biz keçən dəfə bərabər yanlıda belə bir şey sizin isbat elədik. Onu bizim menecerlər YouTube-a da səhv etmirəmsə atıb, kəsib atıblar. Belə bir şey isbat elədik. Dedik ki, bərabər yanlıda oturacaq üzərindəki nöqtədən yan tərəflərə çəkilən məsafələr ikisinin cəmi bizə nəyi verirdi? Yan tərəfə çəkilən, deyirəm, yan tərəfə çəkilən hündürlüyü verirdi. Düzdür? Sahələrini isbat elədik. Bərabər yanlıda. İndi bərabər tərəflidə isə bu necə hal alır? Bərabər tərəflidə bizim topluda elə bütün, belə deyək, imtahanlara da gəlib indiyə qədər, buraxılışa, bloka, hər yerə də gəlib. Sözlə belə bir cümlə deyir. Bir bərabər tərəfinin daxili nöqtəsindən yan tərəflərə məsafələr verilir. Məsafə nə ilə ölçülür? 90, yəni hündürlüydür bu. Buradan da bura tutaq ki, belə çəkək, 3 dənə. Bu bərabər tərəflidə belə bir şəkildir. Baxın, keçən dəfə mən sizə bir söz dedim. Dedim, hündürlük mənim ağlıma həmişə nəyi gətirir? Sahəni. Hündürlüyün gətirdiyi sual tipləri nədir? İlk öncə saha düşünürəm. Sahədir. Ona görə mən bunu bölürəm 3 dənə üçbucağa. Hündürlüklər orada üçbucaqda rol oynasın deyə. 3 dənə üçbucağa bölürəm və tərəflər hamısı A olduğuna görə buranın sahəsi nə olur? A vur Z bölü 2. Çünki saha nə idi? Tərəf vur hündürlüyü bölü 2. Bu tərəfin sahəsi nə olur? A vur X bölü 2. Bu aşağının sahəsi nə olur? A vur Y bölü 2. Bu da olur üçbucağın sahəsi. İndi bəs üçbucağın ümumi sahəsini biz bir tərəfə görə necə tapardıq? Tərəf vurulsun hündürlük bölünsün nə? Deyin, 2. Deməli, bu da olardı ümumi üçbucaqsın AH bölü 2. A bölü 2-lərə böləndə qalır H bərabərdir X plus Y plus Z. Deməli, bax, fikir verin. Bərabər tərəfinin daxilindəki bir nöqtədən tərəflərə qədər olan 3 dənə məsafənin cəmi bərabər tərəfinin bir hündürlüyünü verir. Anladıq? Danışa bilərsiniz. İspat elədim sizin. Bax, isbatdır. Bir də, indi bunu, bu daxildəki bu M nöqtəsi, burada M nöqtəsi deyim, istədiyim yerə apara bilərəm üçbucaqdan xaricdə olmamaq şərti ilə. Belə də eləyə bilərəm. Götürün bu M-i, gətirin burada qoyun. Onda kimi sıfırladım? Y-i sıfırladım. Onda təkcə nə qaldı? X, təkcə nə qaldı? Z. Onda bu dəfə də sahə, hündürlüyü nə oldu? X plus Z. Bu bərabər yanında xüsusi hal edir. Yəni, birini sıfırlaya bilərsiniz. Ona görə burada baxanda, baxın, bu bir daxili nöqtəyə görə baxıram. Ədədləri yazaq. PF 7 imiş. Sonra PY 5 imiş. Bu yoxdur. Buralarda verib. Deməli, bunu sıfırlayıb gətirib tərəfin üzərinə qoyduğuna görə hündürlük 4/9-dur. Onda bunu gözüm olmasa buna baxsam, onda hündürlük yenə bərabərdir. 7 plus 5 üstəyəl X-dir. Onda deməli, X nəyə bərabər olur? Buradan X nəyə bərabər olur? Mən bəli bilirəm. Gördünüz? Aydındır. Maraqlı suallardır mənim. Təbii ki. Özü də